Qəşəng səhər-səhər. Enerjim yoxdur danışmağa görə. Qəşəng səhər-səhər pomidor, biberli pomidor. Biraz ama biberi çox olub. Banan almışam. Həsən də burada parka getmişəm. Biraz hava alsın. Artıq gün düşür. Həsən də gündən çox acığı gəlir. Uca sifəti dönüb. Burada 10'dur. Ona qalıb. Bilmir ki artıq yaşlanıram yəqin. Çünki harda tərəvəz falan gördüm. Yəni uşaqları çıxartmışam görə. Salam dəyərli izləyicilərim. Kanalımıza xoş gəldiniz. Necəsiniz? Ümid edirəm ki, hər biriniz yaxşısınız. Uzun zamandır işlərin çoxluğu səbəbilə vlog çəkə bilmirəm. Ət qoydum. Buzluğa açılsın. Yoldaşım demişdi ki, 3 bacı dolması olsaydı yeyərdik. Dedim sürpriz eləyim, bişirim. O vaxtlar anamla harasa çıxanda anam bütün tərəvəz yerlərini falan gəzərdi. Biz də deyərdik ki, ana yorulduq, nə qədər alırsan, nə qədər bazara falan gedirsən. İndi Hüseynə deyirəm ki, bilmirəm yaşlanıram, bilmirəm nəyləndsə. Eyni proses indi baş verir. İndi anamı çox yaxşı anlayıram. Harada tərəvəz falan görsəm, güya uşaqları parka çıxarmışam. Gedib hamısının yanında dayanmışam. Pomidor, badımcan falan almışam. Nə bilim, qatıq falan axtarırdım. Həqiqətən də yaş keçdikcə bəzi şeylər var ki, adam anasını orada anlayır. Bizim şef deyirdi ki, 3 bacı dolması olsaydı yeyərdik. Mən də dedim ki, ona sürpriz edeyim. Badımcan qalmamışdı evdə, biber az idi. Onları da aldım, amma indi yadıma düşür ki, reyhan almamışam. Çox təəssüflər olsun. Reyhansız da yəqin ki, 3 bacı olmaz da elə bilirəm, daha da olmaz. Reyhansız eləyən var heç. Sənə səhərlər süddən nəsə hazırlayıram deyə. Ona görə kənd südü harda görsəm alıram. Hüseynə tost hazırladım, verim. Həsənin yatma vaxtıdır. Tez onu yatışdırmalıyam. Bunu da güya qış üçün eləmişəm. Gedib gəlib açıb içirlər. Hüseyni göndərəndə düzdür işimə çox yarayır. Amma yolu keçsin deyə o qədər gözləyirəm ki, burada gedib alsam əgər özüm, bundan mənə rahat başa gələr. Hər dəqiqədən Kaç. Oğul diye oğul. Alıb gətirib. Aferin sana. Həsən olanlar ümumiyyətcə evdən süt əski eləmirəm. Əvvəllərdə almaq xoşluyordum. Amma indi Həsən olandan artıq çox şeyi südlə hazırlayıram deyə. Kənd süd axtarıram hər yerdə ki, qəşəng süd olsun. 3 bacı bişirəcək. Sağ olsun Hüseyin getdi, aldı. Reyhanı. Mən də bunları yuyuram. Keçirəm 3 bacını hazırlamağa. VSV-dən yuyur aşağıda. Xoşum gəlir əslində belə VSV-dən yusun, belə işlərlə məşğul olsun. Elə xoşuma gəlir ki, telefonla falan uzaqlaşsın. Deyən xəbəri yoxdur, baxıram, görək nə eləyir. Yuxarı eləyir. Uzun videolarda nədənsə elə bilirəm ki, daha çox bağ qururuq, nəinki qısa videolarda. Nədənsə uzun video yazan insanlarla başqa bir bağım olduğunu düşünürəm. Sadəcə ona görə çəkə bilmirəm ki, həm düzdür işim çox olur, çatdıra bilmirəm işimi, həm də ki, videolara az baxıldığı üçün bu da məni motivasiyadan salır. Bir dəfə ilə belə olmur, 1-2 dəfə belə eləyirəm ki, sən çıxarda bilim. Qızardacam bu badımcanları, qızardacam. Bizim evdə hər zaman badımcanın içərisi çıxarılıb, amma indi TikTokda, Instagramda abunəçilərim yazır ki, hamısı yox, bəziləri 1-2 nəfər yazıb ki, onu əslində içərisini çıxartmaq lazım deyil. Deməli bu videonu çəkərkən ağlıma gəldi ki, niyə də bu biberi belə bu formada kəsməyim? Onsuz da badımcan da kəsilir, biberi də bu formada kəsim. İnsanlara necə maraqlı gəlib, heç düşünməzdim ki, bu kiməsə maraqlı gələr. Hamı deyir ki, çox əla fikir. Əti də qoymuşam, bişir, soğanı əlavə edəcəm ətin üstünə. Video çəkmədiyim günlərdə elə bilmin ki, təkcə siz darıxmısınız. Həqiqətən də mən də sizlər üçün çox darıxıram. Çünki başqa abunəçilərim olsa belə, yəni bu YouTube-dakı abunəçilərim başqa. Bu formada içini çıxartmışam. İstəyirəm belə saplaqlarla birlikdə belə qoyum, qəşəng görünür onda. Üzərinə göyərti əlavə elədim. Bir də reyhan əlavə elədim. Bunlarla da birazcık bişirəcəm. Daha sonra altını söndürəcəm. Tuzunu, istiotunu, sarı kökünü da vurdum. Biraz da qırmızı şirin toz biber. 9 ildir ki artıq YouTube'dayım. Ona görə də həqiqətən Instagram'da, TikTok'da nə qədər abunəçi olursa olsun bilmirəm. Nədənsə YouTube'dakı abunəçilərim, xüsusən də ki uzun videoda olan abunəçilərim mənim üçün çox doğmadır. Qoydum bişməyə. Üstünə belə bir şey eləmişəm. İnşallah üzüm qara olmaz. Bu bişənə kimi burada qablar yığılıb, bunları yuyacağım.
Daha sonra bunları da yerləşdirəcəm. Bir saniyede önceki çok. Hüseyn pul yığmağı çox xoşlayır. Ona görə də ona ABB-dən belə bir kart almışam. Uşaqlar üçün də alfa kart gedir bunun adı. Düşünürəm ki, uşaq üçün çox yaxşıdır ki, bir kart olsun. Bunun sifarişi 10 manatdır. Amma bir problem var ki, kart gələndən sonra gördük ki, bunu atanın adına sifariş vermiş idi. Atanın kartlarının bizim evə o qədər qarışqa gəldi ki, hər yerə qarışqa zəhəri vurmuşam. Ona görə gedib gəlib toz soranlayıram. Bir gün vururam, səhərsi günü toz soranlayıram. Hər yerə vurmuşam. Axır ki, ayaqlarını kəsmişəm evdə. Çox dərmanı yoxladım. Axır ki, belə mel kimi olan dərman var idi. Axır ki, o yaxşı təsir elədi. Öz abunəçilərimdən bir şey soruşmaq istəyirəm ki, məni Instagramda neçə adam izləyir? Çünki istəyirəm ki, həm gündəlik olan işlərdən hekayəmdə paylaşım və hekayəmdə paylaşdıqdan sonra da elə həmin videolardan da YouTube'da vlog hazırlayım. Ona görə də soruşmaq istəyirəm ki, görüm Instagramda hekayələrə baxan və yaxud reelslərə baxan neçə abunəçim var. Bu dəfəki vlog biraz qısa oldu, çünki çoxdan çəkmişəm, istəyirəm artıq bunu paylaşım, amma buna yaxşı baxış gəlsə, düşünürəm ki, davamlı çəkə bilərəm. Motivasiyadan düşmərəm. Bu günlük isə bu qədər. Sağ olun, özünüzə yaxşı baxın. Allah'a əmanət olun.